Buğda almaq üçün qardaşları da Yusufa yaxınlaşdı. Yusuf onlardan neçə nəfər olduqlarını soruşduqda, Biz 10 nəfər gəlmişik. Əslində isə 12 qardaş idik. Biri öldü, digəri isə atamızın yanında qaldı. cavabını verdilər. Yusuf onlara istədikləri qədər buğda verdi və dedi, Sizə istədiyiniz qədər taxıl verirəm. Ancaq bir şərtim var. Bir də yanıma gəlməli atanız, yanında qoyub gəldiyiniz qardaşınız da gətirməlisiniz. Yoxsa sizə bir daha buğda vermərəm. Onlar kiçik qardaşları Benyamini gətirəcəklərinə söz verib yola çıxdılar. Yusuf Peyğəmbər qardaşlarının buğda qarşılığında verdikləri pul və qiymətli əşyaları xəlvətcə onların yüklərinin içərisinə qoydurdu. Belə olan halda onlar Yusufun çox səxavətli olduğunu düşünüb bir də onun yanına qayıdacaqdılar. Qardaşlar xeyli ərzaqla atalarının yanına qayıtdılar. Yusufun onlara qoyduğu şərt barədə Yaquba söylədilər. Əgər Benyamini bizimlə göndərməsən, o bizə bir daha buğda verməyəcək. Yenidən taxıl almağa gedəndə onu bizimlə göndər. Dedilər. Yaqub Peyğəmbər oğlanlarını dinləyib qəti şəkildə etiraz etdi. Bir zaman qardaşınız Yusufu da sizə etibar etmişdim. Ona etdiyinizi Benyaminə də etmənizə izin verə bilmərəm. Qardaşlar yüklərini boşaltdıqda Misrə apardıqları pul və malların da buğdanın içində olduğunu gördülər. Onlar sevincək Yaqubun yanına gəlib dedilər. Ata, biz səni aldatmırıq. Budur, apardığımız mallar da özümüzə qaytarılıb. Qardaşlar atalarına yalvardılar. Benyamini gözləri kimi qoruyacaqlarına and içdilər. Yaqub Peyğəmbər çarəsiz qalıb Benyaminin getməsinə icazə verdi. Lakin onlardan əhd alaraq, Benyamini geri gətirəcəyinizə dair Allaha and içməyincə onu sizinlə göndərməyəcəyəm. dedi. Yaqub Peyğəmbər 11 oğlunu Misrə yola salarkən şəhərə ayrı-ayrı qapılardan girmələrini də tapşırdı. Çünki bir yerdə daxil olsalar, yaraşıqlı və sayca çox olduqları üçün onlara göz dəyəcəyindən ehtiyat edirdi. Beləcə qardaşlar yola çıxdılar. Misrə çatanda atalarının dediyi kimi şəhərə ayrı-ayrı qapıdan girib Yusufun hüzuruna gəldilər. Yusuf onları qarşıladıqdan sonra dincəlmələrini buyurdu. Bu arada sevimli qardaşı Benyamini kənara çəkərək bağrına bastı. Hər şeyi ona danışdı. Yusuf olduğunu ona bildirdi. Yusuf Peyğəmbər qardaşı Benyamini yanında saxlamaq istəyirdi. Çünki o ailəsi üçün çox darıxmışdı. İstəyirdi ki, Benyamini yanında saxlayıb atası, anası və ailəsi barədə söhbət etsin, onu hər gün görsün. Lakin bunun üçün bəhanə lazım idi. Misir padşahının qanunlarına görə o yadelli bir kəsi Misirdə saxlaya bilməzdi. Yusuf Peyğəmbər öz ağlı və hikməti ilə bir plan qurdu. Bu barədə Benyamini də xəbərdar etdi. Ertəsi gün qardaşların taxıl çuvalları dəvələrə yüklənəndə Yusuf xidmətçisinə padşahın qızıl su piyaləsini Benyaminin çuvalının içinə qoymağı tapşırdı. Xidmətçi onun tapşırığını yerinə yetirdi. Çuvallar dəvələrə yüklənib qurtardı. Dəvə kərvanı yola düşən zaman Yusufun xidmətçilərindən biri haray çəkdi. Ey karvan əhli, siz saraydan oğurluq etmisiniz. Yusufun qardaşlarından biri nə oğurlandığını soruşduqda, Padişahın qızıl su piyaləsi itib. Hər kəs dayansın, yükləri axtaracaq. dedilər. Qardaşlar, Siz bilirsiniz ki, biz bu yerlərə zərər vermək üçün gəlməmişik və biz oğru deyilik. deyə onları inandırmağa çalışdılar. Hamı çaşqın vəziyyətdə idi. Dəvələrdəki yükləri bir-bir axtardılar. Qab Benyaminin yükünün içindən çıxdı. Yusuf, Su qabı kimin yükündən çıxmışsa, o Misirdə qalmalıdır. Qanunlarımıza görə onu azad edə bilmərik. dedi. Qardaşlar, Qoca atamıza Benyamini qoruyacağımız barədə söz vermişik. Biz onsuz geri dönsək atamıza nə cavab verəcəyik? dedilər. Yusufa Benyaminin əvəzinə özlərindən birini saxlaması üçün yalvardılar. Yusuf isə qərarından dönmədi. Qardaşlar çarəsiz halda Benyamini Misirdə qoyub atalarının yanına döndülər.